Şəhərin mərkəzində yerləşən Pilot Rezidensin sakinləri illərdir ki, başlarına gələn bəladan xilas ola bilmirlər. Bəla isə elə yaşadıkları binanı inşa edən MTK-nın rəhbərliyidir. Mənzilləri satarkən vətəndaşları yalançı vədlərlə aldadaraq, sonradan binanın həyətini gəlir mənbəyinə çevirən MTK o qədər özbaşınadır ki, hətta məhkəmə qərarlarına belə riayət etməyib. Bina sakinlərinin şikayətlərinə baxan Səbail rayon məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqaroğlu həyətə baxış keçirdikdən sonra MTK-dan həyətdəki qanunsuz tikililərin sökülməsini tələb edib. Bu tələbə məhəl qoyulmadığını görən sakinlər ardından Bakı Apellyasiya Məhkəməsinə də müraciət ediblər. Hakim Abduyev Fuad Vilayətoğlu da şəxsən apardığı araşdırmadan sonra həmkarı ilə eyni qərarı çıxarıb. Amma MTK rəhbərliyi Ali Məhkəmənin hakimi Babayev Zəki Babaoğlunun cibinə yol taparaq işə bir daha baxılmasına və ardından da öz xeyirlərinə qərar çıxarılmasına nail olublar. İndi bina sakinləri ədaləti bərpa etməyin yollarını axtarırlar. Görəsən zalımın zülmünə qarşı çıxa bilən tapılacaqmı?